Salam, hər vaxtınız xeyir. Bugünkü mövzumuz düz xətli bərabər sürətli hərəkət olacaqdır. Dim test toplusunda ilk mövzunun izahını danışacağıq. Burada elədir ki, mövzular topluya uyğun olaraq yazılıbdır. Buradan oxuduqca hər dəfə birinci ardıcılıqla olan topludakı testlərin izahlarını yaza bilərsiniz, yəni testlər işləyə bilərsiniz. Birinci düz xətli bərabər sürətli hərəkətdə nədir? Mexaniki hərəkətdir. Mexaniki hərəkət adından görünür. Hərəkət nədir? Bir cismin başqa bir cismə nəzərən vəziyyətinin dəyişməsi, yerini dəyişməsi. Ümumiyyətlə, cismin mexaniki hərəkət etməsi üçün mütləq o cismin ətrafında başqa bir hesablama cismi olmalıdır. Hesablama cismi niyə olmalıdır? Çünki hesablama cismi ona görə olmalıdır ki, o cismin biz hərəkət etdiyin ona görə müəyyən edə bilərik. Yəni, bu cismlər arasındakı məsafənin azalıb və yaxud da artdığına görə biz müəyyən edə bilirik ki, bu mexaniki hərəkət edir. Hesablama cismi nədir? Hesablama cismi hərəkət hansı cismə nəzərən öyrənilirsə. Məsələn, bayaq ki, yuxarıda mexaniki hərəkətdə danışanda dedik ki, bir cismin başqa bir cismə nəzərən vəziyyətini dəyişməsi. Əgər bir cismin başqa bir cismə nəzərən vəziyyətini dəyişməsindən söhbət gedirsə, o başqa cisim bizdə hesablama cismi adlanır. Məsələn, maşın yolun kənarındakı ağaca nəzərən hərəkət edirsə, burada ağac maşına görə hesablama cismidir. Hesablama sistemi nədir? Hesablama sistemi həmən hesablama cismi ağac, hərəkət edən sistemdən danışırıq biz. Avtomobil hərəkət edir, deyək ki, bu adlanır hesablama cismi və bir də hansı zaman anından gedir söhbət, hansı zaman anında, zaman hansı hissəsində və bir də hansı koordinat oxları üzrə hərəkət edir. Baxın, hesablama cismi, yəni bizdə hərəkət edən nə idi? Avtomobil. Nəyə görə hərəkət edirdi? Ağaca görə. Ağac burada olur hesablama cismi, onunla bağlı koordinat sistemi, yəni hansı istiqamətdə hərəkət edir, deyək ki, düz xətlidirsə, o x ox istiqamətində və yaxud da o x oxun əksinə hərəkət etməsidir və bir də zaman ölçən cihaz, yəni hansı saatda hərəkət etməsini göstərir. Mexaniki hərəkətin hansı növləri var? Cisim irəliləmə hərəkət edə bilər, fırlanma hərəkət edə bilər, rəqs hərəkət edə bilər, bəzən qarışıq hərəkət edirlər. İrəliləmə hərəkətində bütün nöqtələr eyni cür hərəkət edir. Məsələn, avtomobil irəliləmə hərəkət edir özü. Amma avtomobilin təkəri həm fırlanır, həm irəliyə gedir, fırlanma hərəkət edir. Yalnız fırlanma hərəkəti nədir? Yəni, mərkəz bir nöqtədə durur və ətrafında çevrəcə hərəkət etmiş olur. Məsələn, saatın əqrəbi yalnız fırlanma hərəkət edir. Rəqs hərəkət nədir? Tarazlıq nöqtəsi ətrafında bir cismin sağa və yaxud da sola yer dəyişmələridir. Bu, həm riyazi rəqqasda ola bilər, gələcəkdə keçəcək, həm yaylı rəqqasda. Mexanikanın əsas məsələsi nədir? Mexanikanın əsas məsələsi istənilən zaman anında cismin mexaniki koordinatlarını, yəni cismin olduğu yeri müəyyən edir. Cisim hansı yerdədir, onu müəyyən etmək üçün olur mexanikanın əsas məsələsi. Bəs maddi nöqtə nədir? Maddi nöqtə verilmiş şərtlər daxilində, yəni verilmiş hərəkət şərtində ölçüləri nəzərə alınmayacaq dərəcədə kiçik olan cisimlər adlanır maddi nöqtə. Trayektoriya nədir? Cismin hərəkət zamanı cızdığı xəttə trayektoriya deyilir. Trayektoriya izdir sanki. Məsələn, biz qarın üstündə hərəkət edəndə ayağımızın izi qalır. Bu onun trayektoriyasıdır. Trayektoriyanın uzunluğuna eyni zamanda yol da deyirlər. Burada qeyd eləmişəm şəkildə. Trayektoriya ümumiyyətlə əyri xətli və yaxud da düz xətli ola bilər. İstənilən halda trayektoriya ilə hərəkət edəndə o görünən də ola bilər, görünməyən də ola bilər. Bunun hər hansı biri ola bilər. Məsələn, biz elə bir yerdə hərəkət edə bilərik, bizim trayektoriyamız görünməz. Amma görünən də ola bilər. Trayektoriyanın başlanğıc və son nöqtələrini birləşdirən istiqamətlənmiş düz xətt parçası isə adlanır yer dəyişmə. Əvvəlki və yaxud da son nöqtəsi ilə demək olar. Buradan baxanda cisim düz xətt boyunca hərəkət etsə əgər yol yer dəyişməyə bərabər olar. Qalan bütün hallarda yol yer dəyişmədən böyük olur. Yolun yer dəyişmədən kiçik olan halı mümkün deyil. Yer dəyişmə müsbət qiymətdə ala bilər, mənfi qiymətdə ala bilər, sıfır qiymətdə ala bilər, amma yol istənilən halda müsbət qiymət alır. Əgər, yenə deyirəm, düz xətt boyunca hərəkət etsə, yol yer dəyişməyə bərabər ola bilər. Koordinat oxun üzərində biz yer dəyişmənin proyeksiyasını tapsaq, məsələn, o x oxu veribdir. Cisim A nöqtəsindən hərəkət edir, B nöqtəsinə gəlib çatırsa, bu başlanğıc x0-dır. Bu dayandığı x nöqtəsidir. Biz burada yer dəyişmənin x oxuna görə proyeksiyasını tapsaq olacaqdır x çıxaq x0. Növbət səhifəyə keçir, düz xətli bərabər sürətli hərəkət. Şərt o deyil ki, bu qaydanı burada olduğu kimi əzbər biləsiniz. Düz xətli bərabər sürətli hərəkət nədir? Adından görünür. Trayektoriyası düz xətdir, cisim düz xətt boyunca hərəkət edir və sürət də dəyişmir. Çünki bərabər sürətli hərəkətdən gedir. Baxın, görün burada sürətin necə düsturunu yazmışıq. Həm vektor şəklində verilə bilər, bizim qarşımıza çıxa bilər, həm proyeksiyası çıxa bilər, həm modulu çıxa bilər. Adətən hesablamalarda sürətin proyeksiyası
və yaxud da modul soruşulur. Vektor şəklində istənilmir heç vaxt. Sürətin proyeksiyasıdır Vx, Sx yer dəyişmənin proyeksiyasıdır. Sürətin beynəlxalq sistemdə vahidi metr bölünsün saniyədir. Metr bölünsün saniyə sürətin vahididir. Əsas vahidlərindən, amma bundan əlavə sürətin törəmə vahidləri də var. Məsələn, burada izahını vermişəm. 18 üçün tapmışam. 18 km bölü saatdən çox ümumiyyətlə kilometr bölü saatdan düşür. 18 km bölü saat neçə metr bölü saniyədir? 1 kilometrimiz 1000 metrdir. 1 saatimiz 3600'dür. 18 vur 1000 bölü 3600 alınır 5 metr bölü saniyə. Əgər 18 km bölü saatda neçə metr bölü saniyə olduğunu bildinsə, artıq buradan sonrasını rahat tapmaq olur. 18-dən 2 dəfə çox olan 36 yəqin ki 20 olacaqdır. 18-dən 3 dəfə çox olan 54 15 olacaqdır. 18-dən 4 dəfə çox olan 72 20 olacaqdır. Yəni bu arasını tapmaq olur. Burada bir test izahı vermişim. Sürəti 72 km nədir? 70 km məsafəni 2 saata gedən cismin sürətini hesablayın. Nə iş gördük burada? V bərabərdir S bölü T'dən əgər tapsanız eləyəcək cavab 36. Bir diqqətli olmaq lazımdır bu suallarda. Baxın bu suallarda həmişə A variantında cavab neçə alınırsa 72-ni 2-yə bölən kimi 36. Adətən bunu A variantlarında qoyurlar. Və biz qaçıb 36-nı işarə eləsək, orada böyük bir yanlışlıq eləyə bilərik. Niyə? Çünki baxın, kilometr bölü saatından tapırıq cavab, amma A variantındakı metr bölü saniyədir. Bu 36 kilometr bölü saniyə saatın da 10 metr bölü saniyə olduğunu biz bilirik. Ölçən cihaz spidometr adlanır. Spidometr ümumiyyətlə avtomobilin ani sürətini ölçür, istənilən andakı sürətdə ölçür. Sizdən əgər soruşsalar ki, sürət müsbət və yaxud da sürət mənfi ola bilər, bəlkə də sürətin müsbət olmağını hardasa cavab verə bilərsiniz, anlaya bilərsiniz, amma sürətin mənfi olmağını bəlkə də heç kim qəbul edilməz. Sürət necə mənfi ola bilər? Mənfi işarəsi sadəcə burada əks bildirir. Cisim əgər x oxun əksinə gedirsə, bunun sürəti mənfidir. X oxun istiqamətində gedirsə, sürət müsbətdir. Çox rahatdır əslində, amma hərəkət etməyəndə də sürət olur 0. Burada göstərmişəm. Biliyorsunuz, x oxun istiqamətində hərəkət edəndə müsbətdir. Əksinə hərəkət edən mənfidir. Hətta koordinat sistemində də göstərmişəm. Qrafikdə də göstərmişəm. Hər birini bax, öyrənə bilərik. Düzxətli bərabər sürətli hərəkətdə yer dəyişmə nədir? Biz V bərabərdir S bölünsün T düsturunu keçdik. Buradan əgər S yer dəyişmə bərabərdir tapsaq, olacaqdır V vurulsun T. Baxın, yer dəyişmənin vektor şəklində ifadəsi. Proyeksiyalasaq, x oxuna görə proyeksiyalayıb bunu Vx vurulsun T yaza bilərik. Yer dəyişmənin də yolunda hər ikisinin vahidi metrdir. Yer dəyişmə ilə yola bir dənə diqqət eləsək, baxın, yer dəyişmə vektorial cəmiyyətdir. Vektor şəklində olan ifadələrdir, amma yol skalyar vəziyyətdə yazılır. Bunların ikisinin də vahidi də ölçən cihazda eyni şeydir. Hər ikisinin vahidi metr əsas olaraq. Ölçən cihazı da metr də demək olar, xəttkeş də demək olar, ölçü lenti də demək olar, ruletka da demək olar. Məsələdə hər biri düşə bilər. Bir şey diqqətinizə çatdırım ki, məsələn, biz sürətin ölçən cihazın nə tanıyırıq? V bərabərdir S bölünsün T-yə. Metr və saniyə ölçən də deyə bilərik, amma spidometr kimi tanıyırıq. Bizdən soruşsalar ki, sürət ölçən cihaz hansıdır? Biz ona spidometr deyəcəyik. Amma hansı cihazlarla ölçərdəysə, onda biz ona ruletka da yaza bilərlər bura, saniyə ölçən və yaxud da metr saniyə ölçən, ölçü lenti saniyə ölçən istənilən birini yaza bilərlər. Düzxətli bərabər sürətli hərəkətdə koordinat. Koordinat cismin hərəkət tənliyidir. Yəni, x oxun üzərində hansı istiqamətdə hərəkət etdiyini göstərir. X oxun istiqamətində, yoxsa əksinə hərəkət etdiyini göstərir. Biz yer dəyişmənin Sx bərabərdir və yaxud x çıxaq x0 ifadəsini öyrəndik. İndi də yer deyişmənin S bərabərdir Vx t ifadəsini öyrəndik. Tənliyin sol tərəflərini bərabər etsək, burada da göstərmişəm. Və x bərabərdir x0 üstəgələk Vt deyilən bir düstur ala bilərik. Bu siz riyaziyyatda tanıdığınız V vurulsun t. Riyaziyyatda tanıdığınız xətti funksiyadır. Kx plus b funksiyasına oxşuyur. Yəqin ki, bəzilərinizə tanış gəlir. İndi bax, bu düstur bizim qarşımıza testdə neçə formada çıxa bilər? Baxın, burada göstərmişəm 9 formada. Nədir o? Baxın, birinci 3 halda sürət müsbətdir. Sürətin müsbət olmağı hərəkətin x oxun istiqamətində getməsi deməkdir. Burada bayaq yuxarıda danışdıq. Müsbət sürət x oxun istiqamətində getməsi deməkdir. Baxın, hər 3 qrafik x oxun istiqamətindədir. Diqqətli olaq burada. Birazdan sonra qabaqda biz burada v-nin əvəzinə, x-in əvəzinə v yazıldığını görəcəyik. Amma ona x oxun istiqamətində deyə bilməyəcəyik hamısına. Diqqətli olaq. Burada x-dən gedir söhbət. Hələ o dərsə keçmirik.
Hər üç x oxun istiqamətindədir. Sadəcə başladığı yerlər, baxın, başlanğıcı koordinatlar fərqlidir. Onu koordinat sistemində də və ədəd oxunda da qurmuşam. Baxın, sadəcə başladığı yerlər x0 müsbətdir, x0 mənfidir və x0 sıfırdır. Başladığı yerdən hərəkət edirlər x oxun istiqamətinə. Növbəti 3, 4, 5, 6 isə x oxun əksi istiqamətində. Görün, həm koordinat sistemində göstərmişəm, həm ədəd oxunda göstərmişəm, sürətin mənfi olmağıdır. Növbəti 3 isə hərəkət yoxdur. Sadəcə cisim olduğu yerdə qalır. Məsələn, bir məhəllədə durub gözləyirsən, hansısa bir dostun sənə tərəf gəlir. Sən hərəkət eləmirsən. Baxın, koordinat sisteminin üzərində durub hərəkət eləmir. Sürət sıfırdır. Amma gələcəkdə biz burada v keçəcəyik. Artıq ona deyəcəyik ki, hərəkət edir. Əslində, yuxarıda da danışmışdıq. Orada v olanda x oxunun istiqamətində hərəkət edir deməkdir. Diqqətli olmaq lazımdır. Bayaqki düsturumuzdan biz x bərabərdir x0 üstəgələk v vurulsun t və yaxud da sx bərabərdir vx vurulsun t'dən biz vx'i tapsaydıq nə olurdu? Sx bölünsün t. Sx də koordinat dəyişməsidir, belə yaza bilərik. Ümumiyyətlə, x çay x0 koordinat dəyişməsidirsə, biz onda vx'i burada yazmışam aşağıda yer dəyişmənin zamana görə və yaxud da koordinatın ən çox yazırıq. Koordinatın zamana görə törəməsi kimi yaza bilərik. Baxın, burada göstərmişəm. Yəni, koordinatın zamana görə dəyişmə yeyinliyi də demək olar. Burada bir qrafik vermişəm ki, biraz rahat olsun sizin üçün işləyəndə. Məsələn, sürət tapanda necədir? Bunu əksər uşaqlar deyir, sürət tapanda 8 çıxaq 2 bölünsün 2 bizə verir neçə? 6. Amma cavab baxırıq ki, 6 yox. Bağışlayın, 6 bölü 2, 3. 3, amma baxırıq ki, cavabda 3 yox, mənfi 3 verilibdir. Çünki düstur olaraq nədir? Son. Baxın, əvvəl başlandığı yer x0-dır, sonraki yer x-dir. Düstur nədir? X çıxaq x0 bölünsün t. Yəni, 2 çıxaq 8 bölünsün 2. Bu mənfi 3 eləyir. X oxunun əksinə hərəkət etdiyinə görə. Məsələn, burada getdiyi yolu tapsaq, bəzən uşaqlar burada da səhv eləyir. Yol nədir? Yol biz dedik, bir yaxud danışdıq. Trayektoriyanın uzunluğudur. 8-dən 2-yə gəlibdir, getdiyi yol 6 metrdir. Amma yer dəyişməyə baxsaq, yəqin ki, mənfi 6 olacaq bu, çünki x oxunun əksinə gedir. Burada təcil soruşda təcil yoxdur. Çünki ümumiyyətlə biz təcil keçməmişik hələ. Təcil qabaqda keçəcəyik. Sonra testlərdə lazım ola bilir, bizə düşə bilir. Testlərdə, qəbul imtahanlarında müxtəlif illərdə var. İki maddi nöqtənin, iki cismin və yaxud da iki avtomobilin görüş yerini, neçə hal verilir burada? Görüş yerini, görüş vaxtını, görüşənə qədər gedilən yolu hesablamaq var. Görüşmək bir şey diqqətlə saxlamaq lazımdır ki, görüşmək onların koordinatlarının bərabər olması deməkdir. Yəni, eyni bir koordinatın üstündə cisimlər görüşə bilər də. Koordinat sistemində, ədəd oxunda eyni bir koordinatın üzərində, eyni bir nöqtədə olmaq görüşmək sayılır. Bizdə hərəkət tənliyi 2 nədən verilibdir. Biri 10 plus 5t, biri mənfi 5 plus 8t'dir, gördüyümüz kimi. Mən bunları bir-birinə bərabər edib, birinci burada t'ni tapmışam. Deməli, cisimlər 5 saniyədən sonra görüşər. Sonra hansı nöqtədə görüşər? Təbii ki, hər ikisində eyni cavab alınacaqdır. 5-i yerinə qoyanda birinci tənlikdə də 35 alınır, ikinci tənlikdə də. Deməli, bunlar hər ikisi ədəd oxun üzərində 35 nöqtədə görüşəcəklər və gedilən yolu tapanda, burada bəzən qarşılaşır uşaqlar. Gedilən yol S bərabərdir V vur T deyin, gedilən yol yalnız budur. Yəni 10 burada, mənfi 5 də burada nəzərə alınmır yolu tapanda. Yol V vur T'dir. Ayrı-ayrı da tapırıq. Birincinin sürəti 5-dir, 5 saniyə 25 metr. İkincinin sürəti 8-dir, 5 saniyə 40 metr yol gedir. Dəyişən sürətli hərəkət gələcək. Dəyişən sürətli hərəkət düz xətli trayektoriyası düz xətdir, amma bərabər zaman fasilələrində sürəti dəyişdiyinə görə bu dəyişən sürətli hərəkət adlanır. Bunun gələn dərslərimizdə tanış olacaq. Hal-hazırda keçdiyimiz birinci mövzu topluda birinci testin birinci olan mövzunun izahlarıdır. Yəni 72-dir ya 73-dür. Sual var, o testin izahıdır. Bu qədər, gələn dərslərimizdə görüşərik.